İslam dinində namaz bütün ibadətlərin əsası kimi qəbul olunur və onun qəbul olunması digər əməllərin dəyərini müəyyənləşdirir. Bununla belə Quranda qeyd olunur ki, kim az da olsa yaxşı əməl görsə, onun savabını mütləq alacaq. Bu baxımdan bəziləri düşünür ki, yaxşı əməlləri çoxalan insan namaz qılmasa belə nicat tapa bilər. Bəs namaz qılmayanlar cəhənnəmə düşəcək? İlahiyyatçı Rüfət Qarayev bildirir ki, İslam dinində namaz mühüm ibadətlərdən sayılır. İslamın 5 vacib şərtlərindən birinin də namaz olduğu bildirilir. Allah Rəsulu buyurur ki, namaz dinin sütunudur. Yəni bir bina sütunlar üzərində inşa olunduğu kimi, İslam binası da namaz ibadəti üzərində inşa olunur. Qurani Kərimin ayələrinə nəzər saldığımız zaman namazın insanı çirkin əməllərdən təmizlədiyinin şahidi oluruq. Hər nə qədər bir çox insanlarımız düşünsələr də ki, mən hələ namaza hazır deyiləm, bunun üçün də namaz qılmıram. Qurani Kərimə nəzər yetirdiyimiz zaman bu düşüncənin yanlış bir düşüncə olduğunu anlayır və insanın namaz vasitəsilə təmizlənib Allahın huzuruna hazırlandığını görürük. Rüfət Qarayevin sözlərinə görə bütün namaz qılanların hamısının cənnətə getməyəcəyi kimi, namaz qılmayanların da hamısı cəhənnəmə getməyəcəkdir. Bunun üçün də bir qüdsi hədisdə buyurulur ki, Allah baxmaz sizin zahirinizə və amallarınıza, baxar sizin qəlbinizə və əməllərinizə. Şəriət zahirə hökm verir. Yəni namazsız insanın axirətdə işlərinin çətin olacağı bildirilir. Amma Allaha və Rəsuluna inanan insan heç vaxt əbədi olaraq cəhənnəmdə qalmayacaqdır. Bunun üçün də bizim vəzifəmiz insanlara Allahı və Rəsulunu sevdirməkdir. Əhl-i Beytin yolunu göstərməkdir. Səhabələr kimi yaşamağı öyrənib və öyrətməkdir. Kimin cənnətə və kimin isə cəhənnəmə gedəcəyinin qərarını isə Allahın özü verəcəkdir.